Salamlar vatandaşlar xeyir olsun. Deməli, say mövzusunu izahına yerləşdirik. Baxın yoldaşlar, sayın mənasında iki növ var. Miqdar sayılardır və sıra sayılardır. Miqdar sayılar özü 3 yerə bölünür. Müəyyəndir, qeyri-müəyyəndir, kəsr sayılar olmaqla 3 yerə bölünmüş olur. Amma mənasında neçə növ var? 2 növ. Məsələn, testlərdə verir, yazır ki, 5 biri verir. Məsələn, götürək xeyri sözünü verir. Bir də 5-ci verdi. 5-ci deyir ki, sayın 3 məna növ işlədir, səhvdir. Sən 5 və xeyri sözünü miqdar sayı götürəcəksən. Baxmayaraq ki, bu müəyyən miqdar sayıdır. Qeyri-müəyyəndir, amma miqdar sayı növü deyə sayın 2 məna növ işlədir. Testlərdə elə suallar qarşınıza çıxacaq. Say digər xlərindən fərqli olaraq adətən özünə yaranmış olur, amma istəyirsən hal var ki, zərfdən də yarana bilər, nə bilim, əvəzdən də yarana bilər, əvvəlinci, axırıncı, sonuncu, nə bilim, filanıncı sözü əvəzdən yaranır. Bir də sıra sayılarına bağlı bir məlumat deyim, o sizə toxunacaq. Deməli, sıra sayıları 5-ci sözünü həm sən bunu hərflə yaza bilərsən, həm rəqəmlə yazarsan, 5-ci olaraq yaza bilərsən. Amma sıra sayıları içərisində, deməli, desək ki, bütün hamısı həm hərflə, həm rəqəmlə yazılmış olur, səhvdir. Çünki digər hissəsində yaranan sayılar ki var, sən bunu rəqəmlə yaza bilməzsən, hərflə yazacaqsan da. Yəni, filanıcı deyilən bir sayı yaza bilməzsən ki, 5 deyə bir şey qeyd edə bilməyəcəksən. Yəni, desək ki, bütün hamısı həm rəqəmlə, həm hərflə yazılır, səhv etmiş olacaqsan. Bir də, məsələn, deyirəm ki, uşaqların 5-də kitab var. 5-də vəziyyətində orfoqrafik olaraq səhv edərək 5-də yazırlar. Burada inə artırlar mənsubiyyəti, amma burada artıq def işarəsini qoymağa o inə əvəzləşdirmiş olur. Yəni bu şəkildə yazılması düzgün deyil. Orfoqrafik olaraq buna fikir vermək lazımdır. Keçdik miqdar sayılarının növlərinə. Birinci müəyyən miqdar sayıları. Müəyyən miqdar sayıları quru iki yerə bölünür. Sadə mürəkkəb, vahid məsələdir. Elə bir şey yoxdur. Sadəcə müəyyən miqdar sayılarından sonra gələn isim cəm şəklisi qəbul etmiş olmur. 5 kitablar desən səhvdir. Zaten testdə sənə belə salmış olmayacaqlar. Yazacaq ki, deməli 5 hektar sahələr suvarıldır. Sən burada köklənəcəksən hektar sözünə və elə biləcəksən ki, düzgün işlədilir. Hektar nömrəti sözdür. Ondan sonra gələn sahələr sözünə baxmaq lazımdır. Cəmdə işlədildiyinə görə səhvdir. Müəyyən miqdar sayılarından sonra bəzən cəmdə gələ bilər. Bu da hansı vəziyyətdədir? Zaman anlayışı bildirərsə, 5 əsrlər, 5 qərinələr bu vəziyyətində cəmdə işlədilməsi norma pozuntusu deyil. Amma digər vəziyyətlər hamısında norma pozuntusu hesab olunmuş olacaq. Bir də fikir verəcəyiniz məqam odur ki, testlərdə müəlliflər test istifadə edir ki, deyirəm ki, 2 nəfər bura gəldi cümləsində, bura gəldi, bir bu cümləni yazıram. Bir də nümunəti sözlər ki var, nümunəti sözlərin içərisində bəzən kəmdə fərqi yaratma vəziyyəti ola bilər. Məsələn, 5 dənə kitab, 5 kitab, kitabın sayı 5-dir, 5 dənə deyər də 5-dir. Amma məsələn, bir corab, kitabın sayı, corabın sayı 1-dir, bir cüt corab deyəsi olsan, corabın sayı 2 olacaq. Bu nümunəti kəmdə fərqi yaratmaqdır, yəni cüt sözün nümunəti kəmdə fərqi yaratdır. Məsələn, bir sərnişin sayı 1-dir, amma bir maşın sərnişin sayı çox olmuş olacaq. İndi burada toxunacağım məqam nədən ibarətdir? Nəfər sözü nümunəti kəmiyyət fərqi yaratmış olmur. Bax, məsələn deyirəm, götürək ki, 5 adam gəldi, 5 nəfər adam gəldi, yəni nümunəti kəmiyyət fərqi yaratmadı. Nəfər sözü nümunəti söz üçün də işlədilir, isim üçün də işlədilir. 2 nəfər bura gəldi cümləsində desək ki, nümunəti söz işlədilir, səhvdir. Nəfər ümumiyyətlə nümunəti sözünün qaydası budur ki, özündən sonra mütləq isim tələb edilməlidir. Yəni 2 nəfər adam olsaydı, nəfər sözünü sən nümunəti söz götürərdin. Amma burada adam ismi işlədilməyib deyə nəfər sözünü sən özün isim götürəcəksən. Yəni burada nümunəti söz işlədilməyib. Testlərdə tez-tez qabağınıza çıxacaq. Orada mühüm olur. Nümunəti sözlər homonim xüsusiyyət daşımır. Ona görə də onu götürə bilməyəcək. Bir də ən çox fikir verəcəyimiz məqamlardan biri. Deməli, əsas vəzifəsi nümunəti söz olanlar olmayanlar, bunlar heç ehtiyac yoxdur. İsimlərdə artırılma məsələsi, onsa qeyri-müəyyən miqdar sayılarının içərisində toxunmuş olacaq, yəni arada məqamlarda toxunacaq, o hissəsi qalsın ki. Qeyri-müəyyən miqdar sayılarda qurursa sadə düzəltmə mürəkkəb olur. Bunlar sadədir, düzəltməyə yazılı ehtiyac yoxdur. Sadəcə fikir verəcəyiniz məqam çox sözünə bağlıdır. Mən burada xüsusən çox sözlə toxunacaq və eyni zamanda bir sözlə toxunacaq. Bir sözü, məsələn, bax, qoca bir kişi gəldi cümləsində, bir sözün sən orada hansı hissəsi götürəcəksən? Normal qayda olaraq deyirik ki, bir sözü yerə 2 qoysan say olacaq. Məsələn, deyirəm ki, bir pişiyin var, yerinə qoyarsan, 2 pişiyin var, yerinə 2 qoya bilirsən, bu saydır. Qoca bir kişi yardı, qoca 2 kişi yardı, yerinə 2 qoya bilirsən. Normalda nə götürməlidir? Say. Amma say götürə bilməyəcəksən. Niyə? Çünki qoca kişi birinci ötən söz birləşməsində onun arasında daxil olan bir söz ədəd olmuş olacaq. Amma sənə sual verə bilər. Bax, bu vəziyyətində bir sözünü sən ədəd yox, say götürəsə olsan, qrammatik norma pozulmuş olacaq. Niyə? Çünki isimdən əvvəl gələn iksələrin ardıcılığı belə olmalıdır. Bu vəziyyətində necə gəlir? Birinci sifət, say, sonra isim gəlir, beləmi bu vəziyyətində? Amma elə olmalı deyil. Birinci olmalıdır. Say, sifət, sonra isim olmalıdır. Bax, məsələn, müəllif testlərin içərisində elə suallar var. Yazır ki, qoca 5 kişi bura gəldi cümləsində. Burada qrammatik norma pozulub. Niyə? Çünki qoca kişi birinci ötəyin söz birləşməsidir. Onun arasında 5 söz artıla bilməzdir.
Yəni isimdən gələn, əvvəl gələn ilk sıranın ardıcılığı sifət, say, isim olmalı deyil. Birinci olmalıdır say, sifət sonra isim. Yəni 5 qoca kişi bu şəkildə verilməlidir. Yeri dəyişik veriləsi olsa, qramatın normal pozulma halıdır. İndi demək istədiyim nədir? Demək istədiyim budur ki, testdə sual salır. Məsələn, deyir ki, qoca bir kişi gəldi cümləsində gəldi. Deyək ki, bu cümlədə qramatın normal pozulduğunu nəzərə alsaq. Qramatın normal pozulduğunu İndi biz dedik ki, ona yerini dəyiş yazmaq. Yerini dəyiş yazmaq qramatla mı yoxdur? Leksik formatla mı ki? Yox, çünki qrammatik qaydaya uyğun olaraq ardıcıl düzgün gəlmir. Qayda var, qayda məsələn. Orada yəni sözü səhv işlədilmə məqamı yoxdur, leksik normal deyil, qrammatik normaldır. Artırma ardıcılığında səhvlik var. Deməli, qoca bir kişi gəldi. Sual verə bilər ki, qrammatik norma pozulduğunu nəzərə alaraq. Qrammatik norma pozulduğunu nəzərə alası olsan, artıq bir sözün sən ədad yox say götürməlisən. Bax, şərtdə özü deyir axı. Qoca bir kişi gəldi cümləsində qrammatik norma pozulduğunu nəzərə alaraq doğru cavabı tapın. Bax, şərti belə qoydum. Qrammatik norma pozulduğunu nəzərə alaraq doğru cavabı tapın. Qrammatik norma pozulduğunu. Məsələn, yazaram ki, bir sözünün hansının iki hissəsi olduğunu dəqiq deyə bilmirik. Bu doğru olar, yoxsa səhv? Səhv olacaq. Niyə? Çünki artıq qrammatik norma pozulubsa, bir sözün haqqında dəqiq deyəcəksən ki, bu saydır. Yəni, sən ikili vəziyyətdə düşə bilməzsən. Çox sözünlə bağlı bilirsiniz də, çox söz isimdən əvvəl gəldi saydır, çox insan, say olur, çox danışmaq, zərf oldu. Sifətdən əvvəl gəldi də, əda kimi çıxış etmiş olur, bunu toxunmaya ehtiyac yoxdur. Düzəltmə olma vəziyyətində larval ardıcı şəkilçilərindən sonra gələn isimlər cəmdə işlədilməlidir. Cəmdə də ola bilər, təkdə də ola bilər. Larvalda ikili vəziyyət var, yəni həm tək gələ bilər, həm cəm gələ bilər. Həm tək, həm cəm gələ bilər. Hər iki vəziyyəti doğrudur. Məsələn, onlarla insan desən də doğrudur, onlarla insanlar desən də doğrudur. Deməli, lu şəkilçili vəziyyətində bir yana çox sözlə lu şəkilçisi artıq çoxlu yaradırsa, burada bir variantı şəkilçisi də lu şəkilçisi deyil, bir variantı şəkilçisidir. Sonra deməli, səhv yazmışam. Bir variantı şəkilçisi var onda. Ha, bir yana çox söz. Bir yana sual düşmüşdü ki, sifətdən ismin yaranmasında Orada səhv edilmişdir. Səhv, bir yana hansı testlərdə və mən də xatırlayam, amma düzgün verilməyib. Deməli, bir də bilirsiniz ki, qeyri-müəyyən miqdar sayının içərisində bir sıra və bir çox sözündən sonra gələn isim cəmdə olur fikri səhvdir. Cəmdə olur fikri niyə səhvdir? Bax, ümumiyyətlə bir sıra və bir çox sözündən sonra gələn söz cəmdə olması fikri yanlışdır. Çünki qayda belə verilməlidir ki, bir çox və bir sıra sayının aid olduğu söz cəmdə olur. Nə demək istəyirəm? Bax, məsələn, bir çox qoca kişilər. Burada bir çoxdan sonra gələn söz hansıdır? Qoca cəmdə deyil ki. Yəni, ondan sonra gələn söz yox, onun aid olduğu söz cəmdə olmalıdır. Ondan sonra gələn yox, onun aid olduğu söz cəmdə olmalıdır. Yəni, buna fikir vermək lazımdır. Elmi testi də var buna bağlı məqam. Sonra, deməli, qeyri-müəyyən miqdar sayılar nümunəti sözünə işlədilə bilmir, bilirsiniz. Amma bunun içərisində təqribi sayılar var da 10, 15, 5, 6 bunlar nümunəti sözlərinə işlədilə bilər. Bir də qeyri-müəyyən miqdar sayıları nə qədər sualına cavab verir, neçə sualına cavab verə bilmir. Məsələn, bir qədər adam gəldi, sən orada neçə sualı verə bilməzsən. Nə qədər adam gəldi? Amma qeyri-müəyyən miqdar sayının içərisində 10-15 vəziyyətçi var, təqribi miqdar sayıları. 10-15 adam gəldi, neçə adam gəldi, verə bilərsən. Burada toxunacağım xüsusi bir məqam, həm say, həm də zərf kimi çıxış etmə vəziyyətləri var. Bax, məsələn, bir qədər sözü, bunların bir tapılma qaydası, standart bir qaydası var. Bir qədər sözü həm say ola bilər, həm zərf ola bilər. Çünki özündən sonra feil də işlədə bilirsən, isim də işlədə bilirsən. Bir qədər danışdı və bir qədər pul. Özündən sonra mənim isim qoya bilirsən, feil qoya bilirsən. Deməli, onda bir qədər sözü həm say, həm zərf kimi götürə bilərsən. Amma bir çox sözündən sonra sən feil qoya bilmirsən, deməli, bunu altına götürəcəksən, say kimi götürəcəksən. Deməli, nə qədər sözü sual əvəzində, bu ümumiyyətlə say deyil, amma o qədər sözü həm say ola bilər, həm də zərf ola bilər, iki xüsusiyyət daşımış olur. Nə qədər sözü deyil, amma o qədər sözü həm say, həm də zərf kimi çıxış edə bilər. O nə qədər havansı necələr sual salırlar, o qədər də qarşı deyil. Toxunduq buna da, deməli, bunları dedik. Bu sözlərə baxmaq lazımdır ki, bunların təkdə olur, bunların cəmdə olur. Bunları öz baxacaqsınız, kitabdan da deməyə ehtiyac yoxdur. Sıra sayılar hızlı şəkildə yaranır deyə, yalnız sadə ola bilmir, düzəltmə və mürəkkəb olurlar. Çünki hızlı şəkildə yaranmış olur axı. Bununla da bağlı sual dediyim ki, bayaq yəni çətin vəziyyətini necə salmış olur. Məsələn, 5-ci sözünü həm hərflə yazdın, həm də rəqəmlə yazdın. Amma filanıncı sözünü sən rəqəmlə yaza bilmirsən. Bununla bağlı sual var, elə bildirsiniz, ağır sual olaraq, çətin sual olaraq. Elə bir şey yoxdur. Bir də, deməli, nə qalır? Sıra sayılarının özündə də qeyri-müəyyən anlayış ola bilər. Məsələn, 80-ci illərdə belə hadisələr baş vermirdi. 80-ci illər sıra sayılmasına baxmayaraq, burada qeyri-müəyyən ifadə bilirsiniz. Sıra sayılarında da qeyri-müəyyən anlayış ola bilər.
Sayı isimləşməsi ilə bağlı, yəni sifətdə tanışdığımız kimidir. Elə bir şey yoxdur. Kəsri sayılar qrupu yalnız mürəkkəb olur və daidə ilə birləşməsinə yaranmış olur. Daidə yerləşən şəkildə yaranmış olur. Sonra nə qaldı başqa? Sayılarla bağlı əlavə qeyd bir sözlə bağlı toxundu. Bu cür başqa sayısı hesabsız küçülü miqdarda sözlərdə sayılır. Bunu bilirsiniz də, sayısı hesabsız küçülü miqdarda. Bayaq yazdığım artırım arzlığı necədir? Səhvdə yazmışam. Fikir elə lazımdır. Başqa da can satmaq üçün. Sənə bağlı qoyur. Lazım olanlar nələrdir? Hamısına toxundum.